Əgər bir adam bir Allahdan danışırsa və bu Allah İslamın ortaya qoyduğu Allah anlayışıdırsa, məsələn sən xristianlığın Allahına mərhədiyyə verirsən, sən bunu qəbul eləməzsən. Çünki deyəcəksən ki, bizim belə bir Allah anlayışımız yoxdur. Başa düşdün deməksə. Məsələn Zeusa tanrı deyirdi Yunanlılar min illər öncə, düz? Mən sənə deyirəm Zeusun olmadığına dair kontra versəm, rəddiyə versəm, sən deyirsən ki, Zeusdan mənə nə? O zaman mən sənə sual verəcəm. Sənə kim maraqlandırır? Hansı konsept maraqlandırır? İslam konsepti. Sən İslamın mənsubusansa, sənin tanrı anlayışında, İslamın daxilində, Allah anlayışında, İslamın daxilində. Mən də sənə deyirəm ki, sənə demirəm, ay ümumən qarşımda dayanan birisinə, debat eləmək istəyən birisinə deyirəm ki, sən bir tanrını İslamdan götürmüsənsə, əgər o tanrıya əxlaq konseptinin oradan gəldiyini deyirsənsə, sən mənə bu əxlaqın bizlə uyğunlaşıb uyğunlaşmadığını izah eləməyə məcbursan. Mən Azərbaycanlıyam, Azərbaycan vətəndaşıyam, Azərbaycan türküyəm. Mənim əxlaq anlayışıma siğə kimi şeylər sığmır və ya başqa XX şeylər sığmır. Amma siz bunu gətirib dayayırsınız ki, siz gətirib dayayırsınız. Səni demirəm, yəni sənin timsalındakı nasıl yoldaşlar. Yox, bu yazılıb və bu belə də olmalı. Xeyr qardaş, elə bir şey olmalı deyil. Buyur. Qardaşım, o yazılı belə olmalıdırsa, mənim imamımdan da bir hədisi var ki, elə bir it yoxdur ki, bizə hürüb potur tapmasın. O it də orada, yəni onu inkar edən insana tutulur da. Sən siğə məsələsində görünür ki, sən də vasaq potur tapacaqsan. Kişi, ərəbə görə öz millətinin mənsubuna, öz vətəndaşına it deyənin sülaləsi it soyudur. Herkese selamlar. Podcastımızın yeni buraxılışında yine birlikteyik. Salam əziz izləyicilər. Bugün fəlsəfənin, məntiqin və elmin tamamilə kənara atılıb müzakirənin məhəllə davasına necə çevrildiyini şahidi olacağıq. Dəqiq elədi. Bizim məşhur Çevik bəy fəlsəfi müstəvidə, yəni Allahın varlığı məsələsində uduzduğunu anlayan kimi dərhal taktikanı dəyişib. Başlayıb milliyyətçi duyğularla oynamağa ki, mən Azərbaycanlıyam, türkəm, ərəbin əxlaqı mənə uyğun deyil. Bax, fəlsəfədə və məntiq elmində buna tam olaraq genetik xəta, yəni genetic fallacy deyilir. Bir fikrin, bir qanunun doğruluğunu onun mənbəyinə, kimin və ya hansı millətin dediyinə görə rədd etmək dünyanın ən böyük cəhalətidir. Yəni, bir şeyin həqiqət olması onun harada yaranması ilə ölçülmür. Əlbəttə, təsəvvür et, Çevik çıxıb deyir ki, cazibə qüvvəsini İngiliz olan Isaac Newton tapıb. Bu İngiliz fizikasıdır. Mən türkəm, mənə uyğun deyil. Mən havada gezəcəyəm. Bu nə qədər absurddursa, kainatın yaradıcısının göndərdiyi universal mesajı da ərəb mədəniyyəti deyə kiçiltmək eyni dərəcədə absurddur. Haqqın milliyyəti olmaz. Çox gözəl misaldır. İslam sadəcə Ərəbistan yarımadasında deyil axı. Afrikadan İndoneziyaya qədər, Balkanlardan Orta Asiyaya qədər minlərlə fərqli mədəniyyəti bir araya gətirən universal bir sivilizasiyadır. Amma Çevik bəy bununla da kifayətlənmir. İslam əxlaqını vurmaq üçün xüsusi olaraq siğə, yəni müvəqqəti evlilik məsələsini önə çəkir və bunun əxlaqsızlıq olduğunu qışqırır. Bu da bilərəkdən qurulmuş bir saman adam xətası deyilmi? Tamamilə elədir. Çevik İslamın daxilində onsuz da mübahisəli olan spesifik bir məsələni götürüb bütün dinin təməli kimi təqdim edir. Bütün dünya müsəlmanlarının 85-90%-ni təşkil edən sünni fiqhində bu praktika birmənalı şəkildə haramdır, qadağandır. Şiə fiqhində isə bunun çox sərt hüquqi şərtləri var. Elə Çevikin iddia etdiyi kimi adi əyləncə vasitəsi deyil. Yəni, dinə qarşı çıxmaq üçün dinin daxilindəki dar bir fəqihi ixtilafı budur sizin Allahınızın əxlaqı deyə satmaq sırf manipulyasiyadır. Savadsızlıq dizə çıxıb. Bəli, indi isə gələk o məhşur finala, debatın çöküş anına. Videonun sonunda dindar şəxsin emosiyalarına hakim ola bilməyib ateistə it deməsi, ateistin də ərəbə görə öz millətinə it deyənin sülaləsi it soyudur deyə qışqırması. Çox utanc verici mənzərədir. İntellektual səviyyə sıfırın altındadır. Hər iki tərəf üçün böyük xətadır. Dindarın təhqirə keçməsi Çeviyə ehtiyac duyduğu o məzlum və vətənpərvər rolu oynamaq üçün mükəmməl bir pas verdi. Amma reallıq budur ki, bir dindarın fərdi səhvi və ya debat mədəniyyətsizliyi onun müdafiə etdiyi dinin yalan olduğunu sübut etmir. Eyni şəkildə ateistin də qəzəblənib milliyyətçi şovinizmə sığınması ateizmin haqlı olduğunu göstərmir. Dəqiq, epistemoloji reallıq, yəni həqiqət, insanların bir-birini necə adlandırmasından tamamilə müstəqildir. Çevik fəlsəfədə uduzdu. Ona görə də izləyicilərin primitiv instinktlərini oynadı. Amma biz həqiqəti yenə də fəlsəfə müstəvisində saxlayacağıq. Əla yekin oldu. Elmə, məntiqə və universal həqiqətlərə tutunmağa davam edirik. Növbəti podkastda görüşənədək. Görüşənədək.